Uşaqlar, hər biriniz yeni bir videomuza daha xoş gəldiniz. Uşaqlar, bugün uzun bir aradan sonra bəli sizlərlə birlikdəyik. İşte bu be! İşte bu! Kapak resmindən də gördüyünüz kimi uşaqlar, yəni videonun belədiyimdə başlığından da gördüyünüz kimi uzun qısası uşaqlar. Bu günləri yəni nə hassasiyyət verəcəm, nə başqa bir şey. Bugün uşaqlar sizlərlə birlikdə bomba bir şeylə yəni qarşınızdayıq. Ümid edirəm ki uşaqlar bu video tutar. Yəni heç olmasa uşaqlar sizin əlinizdən gəldiyi qədər paylaşmağınızı istəyirəm ki, qoy heç olmasa videomuz izlənməyə çalışsın, izlənsin. Yəni uşaqlar videonu nə qədər paylaşsanız sizə də xeyri olacaq. Nə var? Birazdan sizə hər birini sırayla uşaqlar deyəcəm. Neysə uşaqlar, çox uzatmadan, yəni bugünkü konum Yeter lan yeter! Yeter! hazırsa uşaqlar keçək videomuza. Çok şükür yarabbim. Gəldik çıxdıq uşaqlar videomuza. Nəysə uşaqlar, çoxdan inanırsınız bu oyun oynamıramızda beləncəsinə görmələn nətər oynayacaq uşaqlar. Çoxdan oyuna girib eləmirəm. Nəysə uşaqlar, gələk yavaş-yavaş söhbətimizə. Uşaqlar, deməli bizim bir WhatsApp qrupumuz var. WhatsApp qrupumuz deyəndə, yəni uşaqlar, əlimdən gəldiyi qədər düzəldəcəm onu. Qoy uşaqlar, heç birinizin nömrəsi heç birinizə görünməsin. Orada nələr olacaq, nələr olmayacaq uşaqlar. Hesab partiləri, hesab belə deyim də, tam güvənli şəkildə bu arada. Hesab alveri, hassaslıqlar, başqa nələr olacaq onu da sizə deyim. İlk öncə uşaqlar bunu deyim ki, bundan bir əvvəl video nə idi yala? Yəni uşaqlar, bir öncəki matçda, matç yerindəki turda uşaqlar səsim pis gəlmiş ola bilər. Onu da uşaqlar əlimdən gəldiyi qədər düzəltdim. Artıq nə qədər bəyənməz bilmirəm. Hər nəsə uşaqlar, nə deyim uşaqlar, mən sizə artıq keçək nə idi? Keçək nə idi? Hər şey uşaqlar qarışdırdım, bir-birinə yəni səsləndirməyə deyirəm. Çünki uşaqlar hər şey qaldı pis günə. Oyuna uşaqlar nələr, belə deyim də uşaqlar, nələr verəcək uşaqlar, sizlərə hesab verəcək. Sizlərə hesab verdikdən sonra məsələn hassasiyyət verəcək. VIP ayar verəcək uşaqlar. VIP ayar məsələn uşaqlar, bəzi ayarlar pulla olacaq, bəziləri pulsuz olacaq. Məsələn uşaqlar, turnuvalarımız olacaq. Bir də bunu da sizə bildirim uşaqlar. Əlbəttə bir çoxunun gözlədiyi şeylərdən biri turnuvadır. Turnuvalarımız olacaq. Və uşaqlar, turnuvamızda sizlərə belə deyim də hədiyyələrimiz olacaq əlbəttə uşaqlar, yəni turnuva qaliblərinin hədiyyələrimiz olacaq. Uşaqlar, pulsuz turnuvalarda hədiyyələr kiçik, amma uşaqlar pul ilə edilən turnuvalarda uşaqlar hədiyyələr daha böyük olacaq. Yəni 3 manat verib 10 manat hesabı vurmaq kimi olacaq. Bəlkə də daha çox. Bəzi vaxtlarda daha az, yəni uşaqlar o istəklərə görə dəyişəcək, yəni də uşaqlar imkanlara görə dəyişə biləcək bir şeydir. Nəysə uşaqlar, hər şey qoyduq bir qırağa. Əvvəl buna deyim uşaqlar, işləyirdim, bir yandan da imtihana hazırlaşıram, belə şeylər uşaqlar. Ona görə YouTube'a yəni video atmaq tamamilə çətinləşib deyə bilərik uşaqlar. Tamamilə çətinləşib, kafa atmamağın səbəbini də tapdım uşaqlar. Bağladım onu. Daha rahat kafa ata biləcək uşaqlar, daha rahat vura biləcək adamları. Başqa nəyimiz qaldı uşaqlar, zəif oynaya bilərəm. Yenə deyirəm, çoxdandır yox idim, çoxdandır uşaqlar oyunda deyildim, oyunu üzün görməmişdim. Yəni təsəvvür edin, oyunun içinə girmirdim. Kimin də arkadaşlarımla olaraq görüb eləyiblər də. Yəni mən nə qədər YouTube'a video atmamışamsa, həmin vaxt qədər də ən az həmin vaxt qədər də mən oyuna girməmişəm. Yəni ola bilər bəziləri məni arada görər, ekranda zap belə, amma uşaqlar 2 həftədən çoxdur ki, mən oyuna ümumiyyətlə girməmişəm. Nə ki oyuna girmək, oyunun üzünə belə baxmamışam uşaqlar. Yəni oyun telefonda yox idi ümumiyyətlə uşaqlar. İndi indirmişəm, girmişəm video çəkməyə. Axlıma da belə bir fikir gəldi uşaqlar. Bu arada uşaqlar, qrupumuz, WhatsApp qrupumuz, yenə uşaqlar deyirəm, WhatsApp qrupumuza qoşulmaq üçün nə qarmalısa, qoy bunu da deyim uşaqlar. WhatsApp qrupumuza qoşulub uşaqlar, dediyimiz yəni hassasiyyət ala bilərsiniz pulsuz ya da pulla və ya hesab alveri edə bilərsiniz. Hesab alveri uşaqlar tam güvənliyi etdikdən sonra olacaq, yəni tam güvənliyi təmin edəcək, ondan sonra olacaq. Başqa nəyimiz qaldı uşaqlar? Başqa da qalan şeylərimizdən belə deyim də, hesabsa pay verəcək uşaqlar, əlimizdən gəldiklər, yəni imkanı olduğu qədər hesabsa pay verməyə çalışacaq. Sizlərə elmas pay verməyə çalışacaq. Belə bayram vaxtlarında uşaqlar sizlərə əgər ki belə alınsa uşaqlar böyük turnuvalar etməyə çalışacaq. Hədiyyələr verməyə çalışacaq, belə şeylər. Nəysə uşaqlar, getdi, abi çox uzatdıq uşaqlar biz bunun hesab söhbəti. Nəysə uşaqlar, yəni WhatsApp qrupumuza qoşulmağı da qoy sizə deyim, bayaqdan deyirəm hələ qalıb. WhatsApp qrupumuza uşaqlar qoşulmaq üçün də nəsə uşaqlar bir şey oldu. Mən udzana oxşuyuram, gözlə görüm. Nəsə bir qəribəlik oldu, gözlə, ayda. Bilirdim belə olacaq. Nəysə. Bilirdim belə olacaq uşaqlar. Onsuz şeydir. Videoya ümumiyyətlə uşaqlar baxmamışam ikinci dəfə, para baxmışam deyə, harda ölmüşəm, heç bilmirəm. Yəni
Deyirəm səsləndirmə edirəm ona görə. İnşallah TikTokdan Xetrix FF yazaraq məni tapa bilərsiniz. Xetrix FF. Yəni uşaqlar YouTube'dakı loqomu orada qoymuşam. O həmin yerdən belə deyim də sizlərə. Mənə yazırsınız ki, qaqa girmək istəyirəm. Mən də uşaqlar sizin nömrənizi alıram, sizə qrupa salıram və uşaqlar qrupda heç birinizin nömrəsini görməyəcək. Yəni tam rahat bir şəkildə olacaq. Başqa nəyimiz qaldı? Bir də uşaqlar, məsələn, sizin YouTube kanalınız var, TikTok kanalınız var, icazə ilə uşaqlar, icazə ilə onu qrupa atacaqsınız uşaqlar, qrupda hər kəs, yəni hər kəs deyəndə şimdi istəyən adamlar olardı uşaqlar da qrupa deyəcək ki, zəhmət olmasa abunə ol ya da takip ol, bəyən videolarımı, izlə videolarımı, onlardan uşaqlar etsədə də etməsə heç. Başqa nə deyim? Yəni uşaqlar videonu xahiş edirəm paylaşın. Videonu niyə paylaşmışlar? Çünki uşaqlar siz videonu paylaşdıqca bəyənim, siz deyirsiniz mən paylaşmayacağam, o deyir mən paylaşmıram, video paylaşmadan qalır. Bu da uşaqlar sizin ziyanınızdır. Yəni uşaqlar əgər videonu paylaşsa çox əla olar, çox süper olur uşaqlar, uzun sözün qısası. Başqa nəyimiz qaldı deməyə uşaqlar, başqa nəyimiz qaldı deməyə. Heç bir şeyimiz uşaqlar demək olar ki qalmadı. Bir də uşaqlar Prime, bilmirəm 2 il idim amma mən düşmüşdüm 1-ə. Yenə uşaqlar elmas vurub qalxmaya çalışacaq Bonlu Prime'da. Sizlər də elmas hədiyələrimizi verməyə çalışacaq uşaqlar. Yəni əlimdən gəldiyi qədər uşaqlar vaxt olduqda artıq daha tez video atmağa çalışacağam. Heç olmasa uşaqlar həftədə bir dəfə video atmağa çalışacağam. WhatsApp qrupumuza amma girsəz uşaqlar, orada bir-birinizlə danışmaqdan ayrı yanı sıra uşaqlar, türkçülər demək ki, yanı sıra hassasiyyətlər veriləcək, bir şeylər veriləcək. Hassasiyyət uşaqlar bilirsiniz köhnə videolarımızdan ya da köhnədən biz tanıyanlar tanıyır, bizim verdiyimiz hassasiyyətlər hələ belə olur. Yəni uşaqlar bizim əvvəldən bəri biz 2 ya da 3 telefonla yoxluyuruq həmin hassasiyyəti ayrı-ayrı telefonlarda əlbəttə ki yoxluyuruq hassasiyyəti. Əgər yaxşıdsa, həqiqətən də nəticəsi varsa veririk uşaqlar. Və ya uşaqlar proqram, kapatmağa kömək edən proqramlar biriniz paylaşmışam YouTube'da və uşaqlar səhv etmirəmsə 2K-dan daha çox izlənib o videomuz. Yəni uzun videodur, bəli, short deyil uşaqlar. Short halı 6K-dan çox izlənib, səhv etmirəmsə. Başqa nəyimiz qaldı uşaqlar deməyə? Hə, bir də uşaqlar zəhmət olmasa videonu da sonuna kimi izləməyi unutmayın. Yəni videonun sonuna kimi izlədisə, bura qədər gəldisə uşaqlar yorumlara abi sonuna qədər izlədim yazsa sevinərəm uşaqlar. Tabii efendim. Mən də oraya ürək atarım. Uşaqlar, birisini ağarın, götürün uşaqlar videomuzu statusda paylaşın, statusda deyən, yəni linkini statusda paylaşın və uşaqlar edit düzəldə bilirsinizsə uşaqlar, yəni edit düzəldə biləniniz varsa edit düzəldib paylaşın, belə şeylər edin. Qoy uşaqlar bizim kanalımız böyüsün ki uşaqlar, inanın ki kanal böyüdükcə sizlərə də dəstək olmağa çalışacaq biz. Yəni uşaqlar, paxıllığın bir yeri yoxdur. Uzun sözün qısası belə demək olardı, sonra paxıllığın bir yeri yoxdur, bir həddi yoxdur. Ona görə uşaqlar ən yaxşısı elə budur. Bir-birimizi qabağa çəkməkdən ən yaxşısı uşaqlar. 400 abunəni keçmişik bu arada, qoy bunu da deyim. Yəni 400 abunəni polunu keçdik. Bu da uşaqlar çox əla bir şey oldu. Başqa nəyimiz qaldı uşaqlar? 1K abunəyə doğru gedirik. 1K abunədə də inşallah əgər edə bilsəm qəşəng bir hədiyyəm olacaq uşaqlar sizlərə. Bir nəfərə deyil, 200 nəfərə hədiyyə etməyə çalışacağam. İnşallah. Demək olar ki uşaqlar videomuz bura qədər idi. Siz uşaqlar videoya like atın. Burada donacaq vaxt tapdı uşaqlar. Yəni nə varam video deyəm, vurmaq zorundayam mən. Siz uşaqlar altdan videoya like atın. Biz də yavaşdan videonun sonuna gələk. Bunu da deyim uşaqlar, yenə deyirəm, videonu paylaşın, bəyənin ki, qoy uşaqlar başqalar da paylaşıb bəyənsin. Videonun sonuna qədər izləməyə çalışın, xahiş edirəm uşaqlar. Artıq da xahiş edirəm uşaqlar, videonun sonuna qədər izləməyə çalışın. Başqa bir şey uşaqlar, telefonun hassasiyyət istəyən hər bir kəsdə TikTok kanalından mənə ulaşa bilər uşaqlar. Telefonunuzda hassasiyyət verilir. Əsasən uşaqlar VIP hassasiyyətimiz verilir, o pulla da o heç. Bəzi vaxtlar uşaqlar pulsuz verilir, 1-2 nəfər qutardı. Hər nəsə uşaqlar, artıq videomuzun sonuna gələk. Sizə video abunə olub like atın. Sizlər hər birini sevirsiniz uşaqlar, sağ olun.